SpaceX birbaşa smartfonlara pek bağlantısı təmin edən Starlink Mobile V2 üçün 2027-nin sonunu hədəfləyir. Bəs bu texnologiyanın nə olduğuna gəlin birlikdə baxaq. SpaceX birbaşa smartfonları pek bağlantısı ilə təmin edən Starlink Mobile-ın yeni dövr təqvimini rəsmi olaraq açıqladı. İkinci nəsil peyklərin buraxılması və sistemin istifadəyə verilməsi 2027-ci ilin sonlarında başlayacaq. Minlərlə yeni peykin orbitə əlavə edilməsi ilə birlikdə 2028-ci ilin sonunda fasiləsiz qlobal əhatə dairəsinə çatmaq hədəflənir. SpaceX bu müddət ərzində Kanada İnnovasiyalar, Elm və İqtisadi İnkişaf Nazirliyinə təqdim etdiyi sənəddə texniki detalları və xidmət modelini paylaşdı. Mövcud birbaşa telefon bağlantısı şəbəkəsi təxminən 650 birinci nəsil peykdən ibarət olduğu halda, ikinci nəsil sistemlə bu rəqəm 15.000-ə qədər artacaq. SpaceX bu böyük tutum artımını təmin etmək üçün Starship raketlərinin yük tutumundan faydalanaraq peyk yerləşdirmə prosesini sürətləndirəcək. Starlink Mobile V2 2 GHz qlobal mobil peyk spektrindən istifadə edərək xidmət göstərəcək və mövcud Direct-to-Cell sistemi ilə müqayisədə ən azı 20 dəfə daha yüksək sürət təqdim edəcək. Təkmilləşdirilmiş 5G protokolları və genişləndirilmiş tezlik zolaqları sayəsində şəbəkənin ümumi tutumu 100 dəfədən çox artacaq. Yeni nəsil peyklər aparat dəyişikliyi tələb etməyən standart smartfonları 150 megabitə qədər bağlantı sürəti ilə təmin edəcək. Sistem mesajlaşma, səsli zəng və mobil internet xidmətlərini eyni infrastruktur üzərindən dəstəkləyəcək. Tam performanslı bir təcrübə üçün smartfonların yeni peyk tezliklərini və standartlarını dəstəkləməsi lazım olacaq. SpaceX modem və anten sistemlərinin uyğunluğu üçün Apple, Samsung və Google kimi istehsalçılarla işlərini davam etdirir. Bu texnologiyanı daxili olaraq dəstəkləyən ilk smartfonların 2027-ci ilin sonlarında bazara çıxarılması gözlənilir. Xidmətin yayılma sürəti istifadəçilərin bu yeni cihazları mənimsəmə səviyyəsindən asılı olacaq. SpaceX 2028-ci ilin sonuna qədər minlərlə yeni peyki orbitə yerləşdirəcək, fasiləsiz qlobal əhatə dairəsi təmin edəcək. Bu yeni orbit nizami okeanlar, ucqar bölgələr və fəlakət zonaları kimi yerüstü infrastrukturun olmadığı yerlərdə bağlantı problemini aradan qaldıracaq. Peyk şəbəkəsi yüksək enliklərdəki qütb bölgələrində də davamlı olaraq birbaşa telefon bağlantısı çatdıracaq. SpaceX 2028-ci ilin sonuna qədər qütb bölgələrini fasiləsiz əhatə edən ilk birbaşa cihaza peyk xidmətini istifadəyə verməyi planlaşdırır. İlkin mərhələdə Starlink Mobile müstəqil bir mobil operator kimi deyil, mövcud operatorlarla əməkdaşlıq çərçivəsində fəaliyyət göstərəcək. Yerüstü baza stansiyalarının əhatə dairəsindən çıxan telefonlar operatorlarının Starlink Mobile dəstəyi vasitəsilə avtomatik olaraq peyk şəbəkəsinə qoşulacaq. Sizcə bu yeni texnologiya mobil rabitədə köklü bir dəyişiklik yaradacaqmı? Öz fikirlərinizi şərhlər bölməsindən paylaşın, birlikdə müzakirə edək.